Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlemizin üzerine olsun. Allah gelen günlerinizi hayren beddel eylesin, işlerinizi avant eylesin. Bildiğiniz gibi bugün Cuma akşamıdır. Allah Teala bu Cuma gecesini de, gündüzünü de bizlere mübarek ve hayırlı eylesin. Gelen günlerimizi yine deyirəm, xeyrən bəddəl eylesin inşallah. Bir məsələni nəzərinizə çatdırım. Düzünə qalsa, əsl həqiqətdə sizdən gizləmirəm. Axır vaxtlarda bir qədər işlərim çox olur. Yaşımın çoxluğuna baxmayaraq, cavanlar, yəni bizim işlərimizi heç vaxt görə bilməz. Bizim də özümüzə aid öz işlərimiz var. Ona görə də söhbət vura bilmirəm. Amma ürəyimlə bacara bilmədim. İndinin özündə də hələ yorğunum. Amma dediyim kimi ürəyimlə bacara bilmədim. Bilirəm ki, maraqlı söhbətdir. Hamımız istəyir ki, söhbətin ardına qulaq asas. Ona görə yorğunluğuma baxmayaraq, belə qərara gəldim ki, heç olmasa bir dənə söhbət, həmən söhbətin ardın, yəni Adəm əleyhissalamın söhbətinin ardın bir qədər söhbət edib, qulaq asasız. Söhbət orada qaldı ki, əvvəlinci dəfə Adəm əleyhissalama Cəbrail əleyhissalam, sonra Mikail əleyhissalam, sonra İsrafil əleyhissalam, sonra Əzrail əleyhissalam səcdə etdilər. Sonra da digər qalan mələklərin cümləsi Adəmə səcdə etdilər. Bu 4 mələikə əvvəl əmirdə Adəmin ziyarətinə məşğul olduqları üçün Həqqi Təala Cəbrailə vəhyi və ərzaq xanəsinin, yəni evinin açarlarını Mikail əleyhissalama verdi və tamam Quran-ı Əzimi İsrafilin alnına yazdı. Belə ki, suru dəmidə etmək əməlini də, yəni dünyanın sonu olanda ki, İsrafil suru dəmidə eləyəcək, yəni çalacaq, İsrafil əleyhissalama verdi. Əzrail əleyhissalama isə qəbzül ərvah, yəni insanları qəbzülüq etmək və belə ki, insanların hifz olunması və ya ölümü onun iqtidarında, yəni öhdəsində qoyuldu. Qalan mələklərə də hər birinə bir növ vəzifə verdi. Amma Əzazil Adəm əleyhissalamı ziyarət etmədiyi üçün ləinə, yəni Allah dərgahından qovulmağa mübtəla oldu. Yəni Allah dərgahından qovuldu. Nəql olunur ki, cümlə mələklərin Adəmi ziyarət etmək müddəti 40, bəzi xəbərlərdə 100 və bəzi xəbərlərdə isə 500 il olmuşdur. Bu müddətdə mələklər hər vaxt Adəmi ziyarət etmək üçün Adəmə nazil olduqda görürdülər ki, Əzazil dayanıb Adəmin canına nəzər edir. Amma Adəmi ziyarət etmir. Bu vaxt Həqqi Teala'dan nida olundu ki, ey ləin, nə səbəbə Adəmi ziyarət etmirsən? Əzazil dedi, çünki mən ondan xeyirliyəm. Məni ateşdən, onu isə topraqdan xəlq etmisən. Ot lətif və saf və işıq məhəllidir və topraqdan əladır deyə böyük bir günah etmiş oldu və bu günah səbəbinə ləinə müstəhəq olundu. Yəni qurulçuluq etdiyi üçün Allah dərgahından qovuldu. İblis ateşin topraqdan üstün olduğunu dedi. İddia etdi ki, safdır, ziyalıdır, nuru vardır, afitaba qalibdir, xamları bişirir, natamamları tamam edir. Amma bu sifətlər topraqda yoxdur. Cənab-ı İzzətdən belə bir səs gəldi ki, eyləyin, laf və kəstaf danışma. Yəni yalan və göf özünü öymə, yollarla danışma.
Bilmirsən ki, mənim yanımda, mənim qapımda qulluqçulara, özünü öyənə, özünü digərlərindən üstün tutanlara, haqqı qoyub nahaq danışanlara yer yoxdur. Ateşin işi daim qorxu, vahimə yaratmaqdır. Amma toprağın işi isə sakitçilik, hamıya əl tutmaq, hamıya yer verməkdir. Əhli istirab ilə əhli sakitlər bərabər ola bilərmi? Cənnət ki, məskəni təyyibədir. Yəni, ən dəyərli, sakit, yumuşaq, insana ləzzət verən bir yerdir. Orada ot olmaz. Amma ot isə insanların əzabına səbəb olan bir alətdir ki, ateşlə insanlara əzab, şəhərlərə dağıntılar nəsib olur. Və belə ki, ateş toprağa möhtacdır ki, bir yerdə dayansın. Amma toprağın ota ehtiyacı olmaz. Xaç, yəni topraq baisi imarətdir. Ateş isə baisi xarabəliklər. Elə isə sakit ol, səninki əsl maddən ateşdir. Bildiyiniz kimi cinlər ateşdən və tüstüdən yaranıblar. Başdan ayağa onlar ziyandır. Həmişə mücadiləyə sürət edirlər. Sonra ateş toprağa dedi: Ey topraq, mənim səfai surətim və işıqlı seyrim vardır. Gecələr aləmi gündüz kimi edirəm və bir pəhləvanam, gücümü göstərsəm, həşəmətli bir ləşkəri külə döndərərəm. Topraq isə dedi: Ey ateş, sənin daima işin aləmi yuxarıdan aşağıya salmaqdır. Mənim işim isə izzətdarlıqdır. İnsanlara xeyir verərək onları ucaltmaqdır. Nə noy sübutun var, söylə. Ot dedi: Mənim nurumdan hər yer işıqlanar. Topraq dedi: Mən hamı üçün əzizəm və suyun dayanacaq yeriyəm ki, cümlə canlılar o sudan mənfəətbərdar olurlar. Ateş dedi: Mən cəvahirlərdən ötürü imtihanam. Xaç dedi, yəni topraq dedi: Mən eyibləri örtürəm. Ateş dedi: Mən möhkəm daşlardan cəvahirlər ixrac edirəm. Xaç dedi: Mən isə lətifəliklər ixrac edirəm. Axirəl əmr xaç dedi: Mən madde-i lətifullah, salavatullahi və salamə əleyhimüssəlamun və münacat əhlini mehrabiyəm və əhli taətin səcdəgahiyəm. Əlhasil, Əzazil səcdədən əba etcək. Allah Teala onun əynindən kəramət libasını alıb, ona lənət palazını geyindirdilər və olduğu cinanın məkanından, yəni cənnətdən rədd edib yer üzünə endirdilər və döyüb bir cəzirəyə buraxdılar. Əzazil gözəl surətindən dönüb qəbih bir şəklə düşdü. Bəzi xəbərlərdə varid olub ki, Allah Teala Əzazilə dedi ki, nə səbəbə Adəmə səcdə etmirsən? Əzazil cavab verib dedi: Mən ondan üstünəm. Mən otdan, o isə topraqdan yaradılıb. Özünü topraqdan üstün bildi. Bu zaman Allah Teala ilə Əzazilin arasında mübahisə oldu. Allah Teala toprağı tərif etdi. O isə özünü, yəni otu tərif etdi. Sonda Allah Teala ona dedi ki, sus, sən bilməlisən ki, o sənə möhtac deyil. Amma sən ona möhtacsan. Çünki sənin yanmağın üçün bir dayanacaq yerin olmalıdır. Sən heç vaxt havada dayanıb bir yerə söykənmədən yana bilməzsən. Beləliklə Əzazil məğlub olub sustu və Allah Teala onu irəlidə dediyimiz kimi yerə attırdı. Əzazilin bünövrəsinə gəlincə ixtisar şəkildə belə varid olub ki, çünki övladı cin yer üzündə üsyan, tüğyan etdilər. Haqqı Subhane və Teala bir hissə mələikələrdən yer aləminə göndərib onları həlak etdirdi. Əzrail əleyhissalam onlara sərdar, yəni başçı olub onları qətl edib, ancaq tifl,
uşaqları qaldı. Cinlərin bu növrə yaranması isə belədir ki, cəhənnəm böyük bir atəş idi. Həqqi Teala onu xalq etdi, həm nuru və həm də istisi var idi. Nurundan mələikələri, zülmətindən və ya tüstüsündən cinləri xalq etdi və cinlərin başçıları Tarnus idi. Mələikələr nurdan yarandıqları üçün ibadətə meyilli oldular. Amma cin tayfası isə zülmətdən xalq olunduqlarına görə küfr etdilər. Üsyana, tuğyana meyilli olub üsyan edirdilər. Cin tayfələrinin yer üzündə çoxaldıqlarına görə Haqqı Teala onları bir şər'i qanunlara əməl etməyə dəvət etdi. Tarnus və onun itaətində olan cinlər Haqqı Teala'ya əvvəldə bir müddət itaət etdilər, ta ki bir dövr keçdi. Bir rəvayətdə 6030 il Tarnus'un hökmranlığı vaxtı olub. Bəziləri 5020 və bir rəvayətdə dəxi 4020 il deyilib. Bir müddətdən sonra üsyan etməyə başladılar və ibadət etməkdən üz döndərdilər. Haqqı Teala onlara əvvəl tamam hüccət etdi. Amma onlar Allah Teala'nın hökmünə boyun qoymadılar. Bu səbəbdən Haqqı Teala onların böyüklərini müxtəlif əzablara düçar edib onları həlak etdi. Zəifləri ki, şəriətdən uzaq idilər və balaca uşaqlar o cümlədən sağ və salamat qaldılar. Onlardan qalan bala uşaqlar böyüyüb həddi buluq həddinə yetişdilər və Allah Teala onlara yenidən Həlyanus adlı öz cinslərindən olan birini vali təyin edib bir şəriətə dəvət etdi. Bunlar da bir neçə dövr keçəndən sonra əvvəldə itaət edib, sonda onlar da Allah Teala'ya asi oldular. Haqqı Teala'nın hökmü onların dəxi həlakına qərar tutdu. Belə ki, cümləsi həlak olub, yenə də bala uşaqlar və zəiflər qaldı. Xülasə, bu noyu ilə onlara yenidən Xələf adlı bir şəxs hakim oldu. Sonra bunlar da sonda üsyan etdilər. Yenə də mələklər onları qırdılar, zəifləri qaldı. Yenidən Hamus adlı bir şəxs onlara hakim oldu. Bunlar da bir müddət əmri və mərufa və nəhy-əz münkərə əməl etdilər. Sonda bunlar da fəryad etməyə başladılar. Fəsad etməyə başladılar. Haqqı Teala onları düz yola dəvət edənlər göndərdi. Lakin onlar öz bildiklərindən əl çəkmədilər. Fəsad törətməyi iradə etdilər. Buna görə də Haqqı Teala 4-cü dəfə öz hikməti ilə bir dəstə mələkləri göndərib, onların da əksərini, yəni çox bir hissəsini qətl etdirdi. Qalanları xarabələrdə məskən edib qaldılar, parakəndə halında. Amma həddi buluğa yetişənlərini mələkələr əsir etdilər. Onlardan biri də Əzazil idi. Belə ki, Əzazil və bir dəstə fürüştələr ilə səmaya üruc edib, yəni qalxıb onların aralarında nüşu və nüma etdi. Yəni böyüdü, yaşlandı. Yəni onların aralarında böyüdü. Belə ki, gündən günə Haqqı Teala'nın əmrlərini əmələ gətirməyi artırdı. Ta bir mərtəbəyə yetişdi ki, mələklərin müəllimi oldu. Bəzi rəvayətlərdə belə deyilib ki, onun babası İblis adında və şir surətində idi. Anası Təbliz adında qurd, yəni canavar surətində idi. İbtidasında, yəni əvvəldə babasına ağ oldu. Onun üçün axırda bu bəlaya giriftar oldu. Bir rəvayətə görə onun göy aləminə, mələklər arasına qədər yüksəlməsinə səbəb bu oldu ki, övladı cinləri mələklər fot etdikdən sonra o həmin vaxtlarda tifil, yəni balaca uşaq idi. Bir qədər böyüdükdən sonra onların böyüklərinin Allaha qarşı üsyan və tüğyan etdiklərinə görə mələklər tərəfindən qətlə yetirildiklərini anladı və həmən andan ibadət etməyə başladı.
Belə ki, cin tayfələrindən ayrılıb bir cuşaya çəkilib ibadətə məşğul oldu. Belə ki, onun ədəbindən və ibadətinin çoxluğundan mələklər Allaha dua edib, Allah Teala'dan iltimas etdilər ki, belə şəxsin mələklər ilə olmağı münasibdir. Digər bir xəbərdə belə yazılıb, mələklər Allah Teala'dan iltimas etdilər ki, yerə enib onu ziyarət etsinlər. Allah Teala da onlara izin verdi. Onlar bir müddət yerə enib Əzazili ziyarət edirdilər. Bir müddətdən sonra Allah'dan iltimas etdilər ki, yaxşı olar ki, biz Əzazili öz aramıza gətirək və yerə enib qalxmaq əziyyətindən, vaxt itirməkdən xilas olaq. Allah Teala da onlara xatir Əzazili yerdən göyün birinci təbəqəsinə gətirilməsinə izin verdi. Mələklər də Əzazili dünya göyünün birinci mərtəbəsinə çıxartdılar. Əzazil bir müddət göyün birinci mərtəbəsində ibadətə məşğul oldu. Sonra onu ikinci göyün mələkləri birinci göyə gəlib ziyarət edirdilər. Sonda ikinci göyün mələkləri də istədilər ki, Əzazil ikinci göyə gətirilsin. Sonra Allah da onlara bu işi görmə izin verdi. Onlar da birinci göğe gelip Əzazili ikinci göğe, yani göğün ikinci təbəqəsinə apardılar. Xülasə, bu noyu ilə mələklər onu göğün 7-ci təbəqəsinə çıxartdılar. Rizvan ki, cənnətin qapıcısı idi. Dedi, ya Rəbb, cəmi müqərrəm mələklər, yəni sənə hətta ən yaxın olan mələklər və 7 təbəqə göyün mələkləri onun ibadəti ilə, yəni feyziyab və ya mənfəətbərdar oldular. Əgər mümkünsə onu bir gün cənnətə daxil et ki, cənnət əhəlləri də ondan feyziyab olsunlar, yəni əcrə nail olsunlar. Onu da sizə deyim, biləsiniz ki, həmən cənnət ərəsad-ı məhşər və qiyamət günü ki olacaq və hesabdan sonra Allah Teala hamımıza nəsib etsin, həmin cənnət olacaq. Şeytanın daxil olduğu və Adəm ilə Həvvanın olduğu cənnət başqa bir cənnətə oxşar və ya o timsalda bir yer olub. Yəni həqiqi cənnət deyildi. Həqqi Teala Rizvanın duasına görə Əzazili cənnətə daxil elədi. Söhbəti burada dayandırıram inşallah. Bildiyiniz kimi ardı söhbətin olunacaq. Allah'ın izniyle. Vesselamu aleyküm ve rahmetullahi ve berekatuhu.